Dostlar, bu son vaxtla bir neçə hadisə baş verib. Tamaşaçılar tələb edirlər, yazıcısı zəhlər olur, mesajlar olur ki, mütləq bu barədə danışaq. Bu Cabir İmanovun vəfatı ilə bağlı cəmiyyətdə ilk dəfədir bu maşrafda, bu miqyasda belə tamamilə bir-birinə zid mövqelər sərgilənməkdədir. Bir tərəf rəhmət, bir tərəf lənət oxur və s. Əslində baxsaq, Cabir Novruzov deyirəm, İmanov da, başqaları da, o tip hərəkət edənlər də, bunlar hamısı əslində baxsaq rejimin qurbanlarıdır. Yəni, onlar da zərər çəkmişdilər. Niyə? Çünki Azərbaycanda belə bir mühit yaradılıb. Heydərizm elə bir şərait yaradıb ki, insanlar məhz belə olmalıdır, başqa cür mümkün deyil. Yaxşı insana cəmiyyətdə yeri yoxdur. Yaxşı insan reklam oluna bilməz, efirlərdə göstərən bilməz, saytlar onun haqqında yaza bilməz. Bu dövlət siyasətidir. Dövlət siyasətidir. Kim nə deyir desin, heç bir ləyaqətli kişi sən başda olmaqla heç vaxt razı olmaz ki, onun evində, ailəsinin daxilində əxlaqsızlıq olsun, tərbiyəsizlik olsun. Düzdürmü? Səhv demirəm ki, hər birinizə deyirəm burada, heç biriniz razı olmazsınız ki, sizin ata olduğunuz, başçı olduğunuz bir evdə tərbiyəsizlik olsun, narkomani yayılsın, əxlaqsızlıq yayılsın, rüşvətxoru olsun, qanunsuzluq olsun, bacı qardaşlarına oğurlasın, anadan oğurlasın, oğul və yaxud da ana rüşvətlə uşağına çay versin, törək versin. Belə şey mümkün qoymazsınız. Bir gündə, bir saatda. Amma Azərbaycan dövlətində ata və ana rolunda güya oynamalı olan prezident bunun birinci xanımı tam əks fəaliyyət göstərirlər. Azərbaycanda məhz əxlaqsızlığın yayılmasında maraqlıdırlar. Niyə? Çünki dəfələrlə demişik, xoşqeyrət kişi ilə əxlaqsız qadını idarələmək çox asaddır. Dostlar, bu Cabir İmanovun vəfatı ilə bağlı cəmiyyətdə çox belə ziddiyyətli fikirlər yazılır, deyilir. Əslində baxsa bu bir örnəkdir, bu ibrətdir daha doğrusu, ibrət. Hamımız üçün bir ibrətdir ki, baxın, həyat ilə yaşamaq lazımdır ki, sonradan arxanca belə danışmasınlar. Amma Cabir İmanov həqiqətən də xalqın tarixində böyük bir sənətkar kimi qala biləcəyi halda nəyə görə o belə xatırlanmalıydı? Çünki rejim belədir, cəmiyyət zorən bu hala salınıbdır. Biz millət olaraq arada verib övladlarımızı bu belə bataqlıqlardan xilas eləməliyik. Biz sustuqsa, biz lanqeydi göstərdiksə, rejim, hakimiyyət, heydərizm bu bataqlığı biraz da genişləndirir və dərinləşdirir və o bataqlıq bizi sorur, millət olaraq, fərd olaraq sorur özsinə. Birazdan bataqlıq örtülə bilər. Bizim səsimiz də çıxmaz, nəfəsimiz də çıxmaz, eşidən olmaz bizi ki, yarı kənardan xilas edəsinlər. Bilirsiniz ki, bataqlığa düşən adam öz-özünü xilas edə bilməz. Mütləq ona kənardan bir nəsə yardım uzadılmalıdır ki, tüstün ucundan axsaslığını çıxarsınlar. Bunu bilirsiniz, bataqlığın belə sorma xüsusiyyəti var. Mən o babamda xidmət edəndə Rusiyada, Sibirdə çox görmüşəm bataqlıqlar. Ona görə də Heydərizm bataqlığından dostlar xilas olmaq üçün biz əl-ələ verib, məhz kənardan var, baxın, Azərbaycandan kənarda yaşayan milyonlarla insan bu dəqiqə əl-ələ verib çalışırıq ki, bu xalq parlamenti bir linkdə belə qoyaq bu rejimin altına qaldıraq bir də canımız tutasın, xilas eləyə millət.